Yox, elə çox eləcə bir şey demişəm. Niyə Elşad müəllim mənə indiyər ki, deyirsən ki, Elşad müəllim? Deyirsən, sənə ək çəkir, yaz bilənsən. Niyə mənim adıma da? Niyə? Deyirsən, onu dinləməksən, nə dinləməksən? Yox, ay niyə dinləməyim? Ay nədir? Sabah mənə dövlət pul verir, düzdür. Deməyəcək ki, mən kartımdan bunu çıxarıb kiməsə verim. Yəni bu yardımcısa madam ki, verin ehtiyacı olanlara. Mən güya özümə istifadə eləmişəm. Niyə istifadə eləməmişəm? Baxın, elə ki, biz haqqını yiyəcəm axı mən. Elə sənsə də belə danılır, vicdansızlıqdır. Mən dövlətin istəmirəm, sui-istifadə edeyim o haqdan. Ver onun qolu qırıqdır, Leyla istifadə eləsin də. Leyla. Mən yaxşı çıxmaz. Sui-istifadə mən istəmirəm belə pul. Kimin haqqı var, kimin ehtiyacı var ona verirsən. Bəli, 8 manat adına verilmirsə də niyə alırsan onda? Bu ehtiyacı olana girsin. Nə? Bu oradan çıxartmaq üçün fikirləşir ki, necə özümüz çıxara bilmərik. Necə çıxarırım, sağ olsun çıxarırım. Çünki bunlar onsuz çıxaracaq.